Esselamu Aleyküm ve Rahmetullah. İslam dini ilkine neleri öğretti? Birinci növbədə İslam dini mən ilkinə Allahı tanımayı öğretti. Hansı ki Peyğəmbər salavatullah necə buyurub o cürlə tanımaq. İslam dini mənə Peyğəmbəri, imamları tanımağı öğretti. İslam dini mənə başqasının haqqına girməməyi öğretti. İslam dini mənə mənəviyyatı, əxlaqı öğretti. İslam dini mənə haqla batili görməyi öğretti. İslam dini mənə xeyri və şəri görməyi öğretti. Münafiqlə kafirin, kafirlə müsəlmanın, müsəlmanla müminin fərqini öğretti. İslam dini mənə abidin kim olmağını öğretti, zahidin kim olmağını öğretti, alimin kim olmağını öğretti, arifin kim olmağını öğretti. İslam dini mənə peyğəmbərləri öğretti. İslam dini mənə həyatımın mənasını başa saldı. İslam dini mənə həyatdan sonra da əbədiyyən insanın yaşamağını mənə öğretti. İslam dini mənə Allahla danışmağı öğretti. İslam dini mənə Allahın məndən danışmayını öğretti. İslam dini mənə öğretti ki, mən haçansa Allaha söz vermişəm, vədə vermişəm. O vədəni tutmayı öğretti. İslam dini mənə Allaha ibadət etməyi, Allahın yolunda sədaqə verməyi, Allahın yolunda qurban kəsməyi öğretti. İslam mənə əxlaqı, mənəviyyatı öğretti. Bundan gözəl din varmı? Onun içində Allah təkdir, onun dini də təkdir. İslam dinindən başqa da heç bir din yoxdur. Yaxın illərdə Allah öz nurunu tamamlayar. Tövbə surəsinin 32-ci ayəsi. Kafirlər istəsələr də, istəməsələr də Allah öz nurunu tamamlayacaq. Onun üçün də gəlin İslama yavaş-yavaş məhəbbətlə, eşqlə, dava ilə, müharibə ilə yox.